Salam dostlar, mən Nicap. Bugün yeni bir video ilə qarşınızdayım. Bu videoda sizlərə dostlar mart ayının ən yaxşı proqramlarını göstərəcəm. Dostlar, başlayaq. İlk proqramımız dostlar kursor kontroldur dostlar. Bu proqram məsələn bu gördüyünüz kimi volum düymələri ilə oradakı yazdığımız yerin məsələn əvvəl bir səhv eləmişik, ora qayıdıb səhvimizi düzəldə bilirik. Mən indi dostlar göstərəcəm. İlk öncə start servis edirik dostlar. Əgər indi məndə burada WhatsApp-da, əgər sizdə WhatsApp yoxdursa, bu plus düyməsinin üstünə basıb select gördüyünüz kimi an-app deyir. Buradan istədiyiniz proqramı yükləyib baxa bilərsiniz. Yəni yükləmək yox, yəni artıra bilərsiniz hansında istəyirsiniz dostlar. İndi nümunə olaraq WhatsApp-da göstərək. Gördüyünüz kimi dostlar WhatsApp-a girdim və belə bir salam sözü yazdım və buradan dostlar gördüyünüz kimi səs azaltma çoxaltma düyməsi ilə bir dəfə belə elədikdə gördüyünüz kimi istədiyimiz yerə keçib səhvimiz varsa onu düzəldə bilirik dostlar. Bu sadəcə WhatsApp-da olmur. İstəsəz başqa proqramlarda da yoxlaya bilərsiniz dostlar. Ayarlarına baxaq görək dostlar. Ayarlarında dili dəyişə bilirik. Persistent notification var. Teması var. Dark ya da bright qoya bilərsiniz dostlar. Avtomatik, yəni telefon yananda başlasın bunu qoya bilərsiniz. Ya da ki, nə ilə onu çevirməyi onu qoya bilərsiniz. Disable when playing audio, yəni mahnı çalanda işləməsin, bunu ayarlaya bilərsiniz dostlar. Keçək ikinci proqramımıza. İkinci proqramımız isə gördüyünüz kimi Grace Ux Icons'dur dostlar. Bu icon pack'dir. Gördüyünüz kimi ikonları var. Burada gördüyünüz kimi menyuda wallpaper'lər, icon request, apply var. Bir də fağlar var dostlar. Icon request'ə girək dostlar. Gördüyünüz kimi buradan biz istədiyimiz ikonu təklif edə bilərik onlara. Ya da ki apply basaq dostlar. Gördüyünüz kimi burada Nova, ADV, ADVX gördüyünüz kimi bir çox launcheri dəstəkləyir dostlar. Bildiyimə görə touch bizdə də olur. Nəysə dostlar, yəni gördüyünüz kimi burada gördüyünüz kimi bir çox bölmələr var. Məsələn, wallpaper bölməsində isə ekran şəkilləri olacaq dostlar, telefonumuzun ekranına qoymaq üçün. Apply elədikdən sonra isə dostlar gördüyünüz kimi indi mən bu icon pack işlədirəm. Sizə yaxından göstərim. Yəni təzə çıxan S8-in Nougat'ın vəbşə, yəni ikonlarını daşıyır dostlar. Gördüyünüz kimi belə bir şeydir. İkonları sizə göstərim. Qəşəngdir dostlar. Bunun Pixel üçün, yəni yumru formada olan icon pack'i də var dostlar. Dediyim kimi aşağıda açıqlamalar bölümündə ikisini qoyacağam dostlar. Və keçək növbəti proqramımıza. Növbəti proqram isə dostlar Meteordur. Meteor biz internet sürətimizi ölçür dostlar. Necədir internet sürətimiz? Burada speed test var, dashboard var, gördüyünüz kimi və history bölməsi var dostlar. Burada əvvəl ölçdüklərimiz görsənir dostlar. Speed testə gəlirik dostlar və start testing edirik. Gördüyünüz kimi birinci pingimizi ölçür dostlar və burada necə olduğunu göstərir. Gördüyünüz kimi bizdə awesome yazıb. Download-a very good yazıb, gördüyünüz kimi ölçür və indi upload eləyəcək. Gördüyünüz kimi necə olduğunu da yenə göstərir. Buna da very good dedi. Gördüyünüz kimi belədir. Bunu da dediyim kimi, yəni upload-a da awesome dedi, download-a sadəcə very good dedi. Gördüyünüz kimi bunlara da app performance-ə də applərin performansına da yenidən ölçə bilərsiniz dostlar. Nəysə, indi bunu da dediyim kimi aşağıda açıqlamalar bölümündə linki var. Keçək növbəti proqramımıza. Növbəti proqramımız isə dostlar Night Screen-dir. Night Screen bizim bildiyimiz təzə telefonlarda, kompüterlərdə, macOS-da olan Night Shift-dir. Night Shift bizim gözümüzün, yəni necə deyim, axşamlar, yəni telefonla və s. iş görəndə gözümüzün xarab olmaması, yəni zəifləməməsi üçün bir proqramdır. Bunu açırıq dostlar. Gördüyünüz kimi ekranı belə eləyir. Bunu light ya da dark moduna çevirə bilərik dostlar.
Gördüyünüz kimi burada ASK var, modlar. Gördüyünüz ki overlay system mod, normal, bir də no permission. Bunlar gözlərin qarşısına modu deməkdir. Və buradan dostlar ayarlaya bilirik istədiyim. Gördüyünüz kimi dostlar buradan isə 25-i gətirəndə təmiz dostlar gördüyünüz kimi belə bənövşə, yəni bənövşə yox, narıncı bir şey olur dostlar. Yəni gözlərimizin ağrımaması, yorulmaması üçün dostlar bir proqramdır. Bunun da dark teması var gördüyünüz kimi. Bu da yaxşıdır. Və bu proqramın da dostlar aşağıda açıqlamalar bölümündə linki paylaşılıb, oradan yükləyə bilərsiniz. Keçək növbəti proqrama. Növbəti proqram isə dostlar Pizzaboydur. Pizzaboy gördüyünüz kimi belə bir proqramdır. Burada oyun oynaya bilirik dostlar. Gördüyünüz kimi mən bir neçə oyun yükləmişdim nümunə olaraq sizə göstərmək üçün. Burada gördüyünüz kimi sürətli yaxud yavaş, select, start, AB və yön vermədir. Move buttons elədikdə bunları istədiyimiz yerə belə daşıya bilirik dostlar və bunu basırıq, saxlayırıq. Gördüyünüz kimi oyuna artıq başladı. Belə bir Snake oyunu yükləmişdim dostlar. Oynamaq üçün, sizə də göstərmək üçün. Gördüyünüz kimi belə yenə həminki 33 onlarda olan Snake oyunu kimidir. Yəni bu almaları yeyib oyuna davam edirik. Bir çox bunun oyun növləri var dostlar. Əgər oyun saytı yadıma düşsə də dostlar, aşağıda açıqlamalar bölümündə də onun da linkini qoyacağam dostlar. Keçək növbəti proqrama. Növbəti proqramımız isə dostlar Summary Scanner'dir. Bu proqram dostlar A4 vərəqində və ya başqa bir kağızda olan bir şeyi smart hala gətirmək üçün bir proqramdır dostlar. İndi göstərə bilməyəcəm necə olur o dostlar, heyf ki. Burada kamera və sair qalereyamızda olan şəkli seçə bilərik dostlar. Add language elədikdə dostlar istədiyimiz dili əlavə edə bilirik. Gördüyünüz kimi burada Azərbaycan dili də var və bunu download eləyib yükləyib bilərik dostlar. Burada about bölməsi var və get in touch ya da paylaşma düyməsi var dostlar. Başqa heç nə yoxdur. Dediyimiz kimi dokumentləri smart hala gətirmək üçün istifadə olunan proqramdır. Bunun başqa alternativləri də var. O da yadımdan çıxmaz, aşağıda açıqlamalar bölümündə qoyulacaq dostlar. Keçək bir başqa proqrama. Növbəti proqramımız isə Wallpaper proqramı olan WallZ-dir dostlar. Bu proqram vasitəsilə ekranımıza bir çox wallpaperlər tapa bilərik dostlar. Gördüyünüz kimi belə bir proqram var. Bağışlayın, wallpaper var dostlar. Məsələn, bunu xoşladıqsa, bunu seçirik dostlar. Ya save eləyə bilərik, ya set favorite əlavə edə bilərik, ya da customize edə bilərik. Məsələn, customize etdikdə yəni tekst əlavə edə bilərik üstünə istədiyimizi. Ya delete edə bilərik, yəni saxladı indi deyəsən, ya da ki bunu ya lock screen-ə ya da ki ekrana öz ekranımıza əlavə edə bilərik dostlar. Nəysə dostlar, videomuz bu qədər idi. Bu gün sizlərə bir-birindən maraqlı 8 proqram göstərdim dostlar və bunların hamısının aşağıda açıqlamalar bölümündə linki var dostlar. Əgər sualınız varsa aşağıda yorumlarda bildirməyi unutmayın dostlar. Sağ olun.